Həyatımızda bir çox şey bizə yüklənir. Bəzən əşyalar, bəzən də xatirələr. Amma unutmayaq ki, artıq bitmiş, faydasız olan hər şey yalnız yer tutur. Enerjimizi azaldır. Bitmiş bir iş, yarımçıq bir münasibət ya da sadəcə istifadə edilməyən əşyalar. Onları saxlamaq yalnız keçmişə bağlanmaq deməkdir. Atmaq sadəcə fiziki olaraq bir şeyi kənara qoymaq deyil. Bu eyni zamanda ruhumuzdan, düşüncələrimizdən, həyatımızı yavaşladan yükdən azad olmaqdır. Hər atdığımız şeylə biz özümüzü yer açırıq. Yeni başlanğıclar üçün yer açırıq, yeni ideyalar üçün, yeni sevinç, yeni imkanlar üçün yer açırıq. Bəzən çətindir. Çünki hər şeydə xatirələr var. Amma düşünək, xatirələr ürəkdədir. Əşyalar isə yalnız keçmişin izidir. Onlardan qurtulmaq həyatımıza yüngüllük gətirir. Daha aydın düşünməyə, irəliləməyə imkan verir. Beləliklə bitmiş olan hər şeyi atmaq yalnız fiziki bir hərəkət deyil. Bu özümüzü yeniləmək, həyatımıza yeni enerji qatmaqdır. Həyatın yükünü azaltmaq üçün bəzi şeyləri buraxmaq lazımdır. Çünki həyat yalnız buraxdığımız zaman irəliləyə bilir.